Hər vaxtınız xeyirli olsun. Azərbaycan milli mətbəxinə aid badımcan dolması yay aylarında ən sevimli yeməklərdən biridir. Bugün mən hazırlayanda mənim qızım dedi ki, mama bol-bol yağda hazırla. Mən də belə elədim, çox dadlı çıxdı. İlk olaraq içlik hazırlanır dolmanın. Hazırlama qaydasını hamı bilir, amma mən bugün sizlərə anamdan necə gördüm, belə hazırlamışam. Çəkilmiş ətin üzərinə çəkilmiş soğanı əlavə edib bişməyə qoyduq. Ətin suyu çəkiləndən sonra üzərinə kərə yağı vurdum. Duz, isot, sarı kök əvvəldən ya da sonra vurulur. Reyhan və zövqünüzə uyğun kişniş və şüyüd vurmaq olar, amma mən vurmuram. Tərəvəzləri bildiyimiz qaydada dolma üçün hazırlıqdan sonra badımcanı və biberi yağda qızartır. Badımcanı ortadan çərtirəm, duzla vururam və bol yağda qızartıram, o üz bu üz. Pomidoru kesirik, içərisini qaşıqla çıxartırıq. Pomidorun ətini və yığırıq ayrı boşqabda. Sonra dolmanın üstünə vuracağıq. Burada yığıram boşqaba. Badımcanımız hazırdır. Pomidoru belə içini təmizlədik. Badımcaları yığırıq boşqaba. Bu biberdə. Onu da başını biraz çərtirik. İçərisini dumları çıxartırıq. Belə vururam ki, hamısı çıxsın. Heç nə ağ nöqtələr qalmasın. Duz biraz vururuq və bunu da yağda qızartırıq. 4-5 dəqiqə bəs edir. İki tərəfdən qızartıram. Bu da badımcanı içinə doldururuq. Və belə qəşəngcə və yığırıq tavanın içinə. Sonra pomidoru yığırıq, biberi yığırıq. Bu da bizim gözəl badımcan dolmamız. 3 bacı yox. Bilmirəm niyə bunu deyirlər. Rafael ilə Çoşqun bir dəfə dedilər. Bunu isə oldu 3 bacı. Bizdə heç vaxt 3 bacı dolma yox idi. Həmişə badımcan dolması var idi. Ayrıca pomidor dolması, ayrıca badımcan dolması var idi. Ayrıca pomidor dolması və mix. Üçü də bir yerdə Azərbaycan badımcan dolması. Mütləq hazırlayın, ailə üzvlərini sevindirin. Sizə nuş olsun, mənə də xoş olsun.